Sizin birçok çalışmalarınız daha çox Türk dünyası ilə və Türk kimliyi ilə, Türk birliyi ilə bağlıdır. Və ən önəmli çalışmalarınızdan biri də öz Türk dili ilə bağlı. Yəni bizi birləşdirən duyğusal körpü olan dillə bağlıdır. Bu fikir necə yarandı? Bununla bağlı çalışmalarınız necə başladı? Nə sizə bunu ilhamlandırdı ki, bax bu ortaq dilin önəmini bu qədər üzərinə düşdünüz, bununla bağlı çalışmalar elədiniz, apardınız? Hürmetli baurum, уважаемый брат. Hörmətli qardaşım, Sovet İttifaqı dağılandan sonra biz müstəqillik qazandıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu zaman bizim dillərimiz böyük sürətlə bir-birindən uzaqlaşmağa başladı. Sovet dövründə hələ bu o qədər hiss olunmurdu. Amma müstəqillik əldə elədikdən sonra yalnız müstəqil dövlət qurmaqla kifayətlənmədik. Dillərimiz də uzaqlaşmağa, fərqli istiqamətlərdə inkişafa başladı. Mən Cənubi Qazaxıstandanam. Məktəbi Özbəkistanda bitirmişəm. İndiki özbək dili isə Sovet dövründəki dillə müqayisədə artıq xeyli dəyişib. Orada fars dili təsiri artıb, dəbdə olan yad sözlər çoxalıb və mən artıq bu dili tam başa düşə bilmirəm. Əgər ümumiyyətlə ortaq dildən danışırıqsa, türk dilli xalqların birliyini və inkişafını nəzərdə tutduğumuz halda biz türk super etnos ifadəsini işlədirik. Bu ifadəni dövriyyəyə mənim dostum, parlaq türkçülərdən biri, əslən Qazaxıstandan olan Azərbaycanlı Yahya Əliyev daxil edib. O artıq bu dünyada yoxdur. Türk super etnosu anlayışı ona məxsusdur. Mən düşünürəm ki, bütün türkləri bir araya gətirmək və inkişafını təmin etmək üçün, bu dünyada ayaqda qalmaq üçün bütün insanlığın qabaqcıl bilik, bacarıq nailiyyətlərini öyrənməli, araşdırmalı və türk gəncliyinə öyrətməliyik. Bunu isə biz yalnız dil vasitəsilə eləyə bilərik. Əgər türk dilli xalqların 20-30-a yaxın dili varsa, hər bir nailiyyəti, yeniliyi, təcrübəni bu qədər dilə zamanında tərcümə etmək mümkün deyil. Amma bizim ortaq, hamımız tərəfindən başa düşülən bir dilimiz olarsa, o zaman istər traktorçu, istər çoban, istər aşpaz, istər alim, hər biri qlobal və qabaqcıl təcrübəni, bilikləri tez mənimsəyə bilər. Böyük Aspıralı deyirdi, dildə, fikirdə, əməldə birlik. Bu gözəl bir kəlamdır. Biz isə çox vaxt bunu sadəcə şüar kimi səsləndiririk. Amma az adam ardınca gedir. Misal kimi Turqut Özalı göstərmək olar. O hələ 35 il əvvəl bu biliyə başlamaq istəmişdi. Amma müəyyən qədər də dil ayrılığı səbəbindən o vaxtdan bəri biz arzu olunan sürətlə yaxınlaşmırıq və əgər biz bir-birimizlə başa düşülən dildə danışmasaq, bu yaxınlaşma tam birlik formasını almayacaq. Baxın, mən indi sizinlə arada vasitəçi olan yad bir dillə danışıram. Buna görə də dil birliyindən keçən birliyimizə nail olmaq üçün bu təşəbbüs formalaşdı. Ancaq əlbəttə məndən əvvəl də bu haqda düşünənlər, işləyənlər olub. Bu gün biz artıq öz türk dilini yaratmışıq. 2007-ci ildən bu yana mən Dünya Türk Xalqları Assambleyasının prezidenti seçiləndən bu dil üzərində ciddi çalışırıq. Dünya Türk Xalqları Assambleyası ictimai təşkilat olaraq türk dünyasının vətənpərvərlərini birləşdirir. Bu gün Kanadada, Avropada, Almaniyada, İtaliyada və digər ölkələrdə bizim filiallarımız fəaliyyət göstərir. Təşkilatımızda həqiqi vətənpərvər türkçülər birləşiblər. Öz türk dili 16 illik zəhmətin nəticəsində yaradılıb. Amma bu dil Esperanto kimi süni bir dil deyil. Kompüter texnologiyaları ilə hazırlanıb, mövcud və işlək türk dillərindəki sözlər istifadə olunub, amma ortaq türk ruhu unudulmadan. Bu dil bizi zənginləşdirən bir vasitədir. Bizim dilləri əzməyən, əksinə gücləndirən bir dildir. Bugün dillərimizdə çoxlu yad sözlər, dəb kimi gələn sözlər var. Biz çalışdıq ki, bu yeni dil türk ruhunu boyatsın. Bu iş nəticəsində 300 səhifəlik bir əsər yaranıb, əlifbası da var. Biz təkcə əlifba ilə kifayətlənmədik. Burada 16 min sözü əhatə eləyən qrammatika da var. Adətən gündəlik ünsiyyət üçün 2000-2500 söz kifayətdir. Alimlər üçün isə 4000-5000 söz bəs eləyir. Bu tam yetərlidir. Bu yeni dil sanki böyük bir çınar kimidir. Onun kölgəsində Azərbaycan, Qazax, Tatar, Qırğız, Türkmən dilləri toplanıb. Yəni bu dil mövcud dillərimizi əzmək əvəzinə onları daha da zənginləşdirir. Biz hər evdə danışdığımız müxtəlif türkcə dialektlərə sahibik. Bu yeni ortaq türk dili isə əksinə onların hər birini inkişaf etdirəcək. Hər kəs, hətta dil öyrənmə sahəsindən uzaq bir traktorçu belə bu dili mənimsəyə bilər. Əgər texniki ədəbiyyat bu dildə tərcümə olunsa, traktorçu ilk zamanlar hər sözü dəqiq olaraq bilməsə də, ümumi ifadəni, mənanı başa düşəcək. Texniki sahədə işləyənlər bu dili tez qavrayacaq. Bəziləri deyir ki, gəlin məktəblərdə türkçəsini ortaq dil variant kimi tətbiq eləyək. Bu artıq fantaziyadır. Bu fikirlə razı deyiləm. Bu yanaşma türk birliyinə xələl gətirə bilər. Bu yeni dil, öz türk dili isə heç bir dilin daşıyıcısını incitmir, heç kimi sıxmır. Əksinə, hər kəsə özünü inkişaf etdirmək imkanı verir. Çünki bu dil vasitəsilə bəşər sivilizasiyasının bütün qabaqcıl nailiyyətləri bizim ortaq anlaya biləcəyimiz dilə tərcümə olunacaq.
və nəticədə bu dil vasitəsilə biz sürətlə yüksələcəyik. Sonra isə bu dil ortaq ünsiyyət vasitəsinə çevriləcək. И таким образом быстро поднимется. Затем станет он средством общения.